Salam. Sınaq 7-nin izahlarına baxırıq. Birinci sual. Doğru olan fikirləri müəyyən edin. Miqyası məlum olmayan qlobusun üzərində ölçmə işləri apararaq onun miqyasını təyin etmək mümkündür. Qlobus üzərində iki məntəqə arasında həqiqi məsafəni hesablayırıq. Eyni meridian üzərində iki məntəqə, məsələn, biri 10 şimal, biri 20 şimal enliyi olsun. Aralarında 10 dərəcə var, olacaq 111-ə vurandan sonra 1110 kilometr. Qlobus üzərində məsafəni də xəttkeşlə ölçsəniz, 10 dərəcə və 20 dərəcə arasında, yəni enlikləri arasında məsafəni santimetrlə ölçsək, təqribi götürək 11,1. Və sonra həqiqi məsafəmiz 1110. Qlobusun üzərindəki məsafə olacaq 11,1. Biz bölsək, normalda miqyası tapmaq üçün nə edirik? Həqiqi məsafəni xəritə üzərində olan məsafəyə bölürük. Burada da biz həqiqi məsafəni böldük qlobus üzərindəki məsafəyə. Yəni 11,1-ə. Alırıq məsələn 100. Aldığımız 100-ə 5 sıfır əlavə edirik, tapırıq miqyası. Yəni 1 doğrudur. Bizə də doğru olanlar lazımdır. Burada qeyd edirəm. Aha. Sonra eyni proyeksiya ilə tərtib olmuş miqyasları bərabər olan müxtəlif ərazilərin xəritələrində təriflər eyni olmaya bilər. Bəli. Məsələn, eyni proyeksiya deyək, məsələn, silindrik proyeksiyası miqyaslarda bərabər olsun. Müxtəlif ərazilərin deyir, xəritələrində təriflər eyni olmaya bilər. Afrika, bir də Qrilandiya. Silindrik proyeksiyada təbii ki, təhrif ən çox olacaq Qrilandiyada, ən az tərif olacaq Afrikada. Səbəb, silindrik proyeksiyada qütbə doğru getdikcə təriflər artır. Siz fikir vermişsiniz, xəritədə Qrilandiya adası Avstraliya böyüklüyündə görsənir. Amma fakt, Qrilandiya adası Avstraliyadan 3 dəfə kiçikdir. Yəni, bu da təhrifə görədir. Yəni, biz bunu doğru götürəcəyik. Təhriflər eyni deyil, deyə. Sonra 1 bölünsün 66.000 miqyaslı xəritədə 20 santimetrlik məsafə 1 bölünsün 180.000 miqyaslı xəritədə 35 santimetrə bərabər olar. Gəlin hesablayaq. 20-ni, yəni xəritəni vururuq miqyasa. 0,66-nı biz 20-yə vuranda alırıq 13,2. Daha sonra bizim tapdığımız həqiqi məsafədir. Sonra təzədən xəritəni istəyir bizdən. Daha doğrusu verib. Deyir ki, 35 santimetrə bərabər olar. Biz həqiqi məsafəni tabandan sonra təzədən bunu miqyasa bölürük. 5 sıfır siləndə olacaq 1,8. 13,2-ni də 1,8-ə böləndə alırıq biz 7, daha doğrusu belə yuvarlaq bir ədədə alınır. Və bunu biz 7,3 kimi götürə bilərik. Amma burada isə 35 santimetr verib. Deməli, yanlış olacaq 3. Sonra, qlobusun baş miqyasına əsasən onun xüsusi miqyası müəyyən edilir. Qlobus yerin kiçildilmiş modelidir. Onun hər yerində miqyası eynidir. Yəni, təhrif yoxdur. Qlobusda yalnız baş miqyası olur. Xüsusi miqyasdan söz gedə bilməz. Ona görə də 4 də yanlışdır. Yəni, xüsusi miqyas olmaz. Kartografik proyeksiyalardan istifadə edildiyi zaman xəritələrdə heç bir tərif mövcud olmur. Ümumiyyətlə, kürə səthi biz müstəvi səthə köçürəndə təriflər yaranır. Proyeksiyalar tərifləri tamamilə yox edə bilməz. Yəni, yox etmək üçün deyil. Onları müəyyən dərəcədə azaltmaq üçün istifadə olunur. Təbii ki, bilirik ki, kartografik proyeksiyaların növləri var da, təhrif xüsusiyyətlərinə görə bərabər bucaqlı, bərabər sahəli, bir də ixtiyari. Amma həndəsi fiqurlara görə də növləri var. Silindrik, çoxüzlü, daha sonra konus və azimutal. Deməli, bunu da yanlış götürürük. Qeyd edək burada yanlışları. 3 yanlışdır, 4 yanlışdır, 5 yanlışdır. İndi isə biz altını edirik. Şimal-şimal şərq və şimal-şimal qərb istiqamətləri arasında qalan fərq 45 dərəcədir. Gəlin üfüqün cəhətlərini çəkək. Bura 90 olsun. Bura 270, bura 180, 360 və ya 0. Aralıq cəhətləri 45-dir. Şimal-şərqdə. Bu da 315 olsun. Bizə bu cənub lazım deyil, yəni bu istiqamət. Çünki bizdən şimal-şimal şərq və şimal-şimal qərbi soruşur. Siz 45-i 2-yə bölsəniz, alacaqsınız 22,5. Demək, burada şimal-şimal şərq artıq 22,5-dir. Birincini tapdıq.
Daha sonra 22,5'in üzərinə 22,5 gəlsə 45. 45'in üzərinə 22,5 gəlsə olacaq 67,5. Bu formada saat əqrəbi istiqamətində 22,5 gələrək rəqəmlərin üzərinə tapırsınız. Məsələn, burada 315'in üzərinə 22,5 gəlsəniz siz şimal qərbi tapacaqsınız. Şimal qərb. Demək, burada şimal qərb olacaq 337,5 bura. İndi buradan bu bizdən dərəcə soruşur da nə qədəri var? Yəni 360 ilə 337,5 arasında 22,5 var. Yəni siz 360-dan 22,5'i çıxsanız 337,5 alarsınız. Demək, buradan bura qədər 22,5'dir. Burada da şimal şərqdə 22,5'dir. Onları toplayanda həqiqətən də 45 dərəcə edəcək cəmləri, yəni. 6 da doğrudur. Yəni bu sualın doğru cavabı 1, 2, 6 olacaq. Keçirik ikinci suala. Xəritə sxemə əsasən A nöqtəsindən 4 fərqli istiqamətdə hərəkət edən müşahidəçilər aşağıdakılardan hansılarını müşahidə edə bilməzlər? Bu cardır. Yəni Cənubi Afrika Respublikası təsvir olunub. Burada fərqli istiqamətlər görürsüz. Birinci ekvatora doğrudur, yəni şimala. İkinci şərqə, yəni Hind okeanına. Üçüncü Cənub qütbünə. Dördüncü Atlantik okeanına. Gəlin oxuyaq. Birinci istiqamətdə hərəkət edən müşahidəçi yerin öz oxu ətrafında fırlanma sürətinin artmasını müşahidə edə bilər. Təbii ki, bu doğrudur. Çünki birinci ekvatora doğru gedir. Bilirik ki, ekvatora doğru, yəni yerin fırlanma sürəti ən çox elə ekvatordadır. Ekvatora doğru getdikcə də fırlanma sürəti artacaq. Ona görə də biri biz doğru götürürük. 2. Dördüncü istiqamətdə hərəkət edən müşahidəçi soyuq okean cərəyanı ilə rastlaşa bilər. Rastlaşa bilər, bəli, Bengel cərəyanıdır. Bilirsiniz də Namib səhrasının yaranmasına da təsir göstərir. Soyuq cərəyanında Angola cərəyanı ilə üz-üzə gəlir. Bizdən burada deyir ki, müşahidə edə bilməz. Biz yanlışları təbii ki seçməliyik. Ona görə 1, 2 doğrudur. Biz 1, 2'ni götürmürük. Yəni. Sonra 3-cü istiqamətdə hərəkət edən müşahidəçi gecə və gündüzün uzunluqları arasında vaxt fərqinin azalmasını müşahidə edə bilər. 3-cü məntəqə qütbə doğrudur. Təbii ki, 3-cü istiqamətdə gecə gündüzün uzunluqları arasında fərq çox olar. Qütbə doğru getdikcə çoxalır. Ona görə burada azalması deyir. Vaxt fərqi azalmaz, artacaq. 3 yanlışdır, bizə lazımdır. 4'ə baxırıq. İkinci istiqamətdə hərəkət edən müşahidəçi bu istiqamətdə yerli vaxtın daha geri. İkinci şərq istiqamətinə gedir. Şərqin saatı, vaxtı daha irəlidə olur. Bu yanlış olacaq. 5. Bütün istiqamətlər üzrə hərəkət edən müşahidəçilər gecə gündüzün adi növbələşməsinin pozulmadığını müşahidə edə bilərlər. Bu ifadə doğru olaraq carın ərazisindən söhbət gedirsə, təbii ki, gecə gündüzün adi növbələşməsi pozular 66,5'dən qütbə doğru. Yəni görə bilmərik, car 2 işıqlanma qurşağında yerləşən ölkədir. Həm tropik, həm də mülayim işıqlanma. Qütb işıqlanma qurşağında yerləşmir ki, orada gecə gündüzün adi növbələşməsi pozulsun. Yəni pozulmadığını müşahidə edə bilərlər, bəli. 5 doğru olacaq, amma bizə lazım deyil. 6'ya baxırıq. 2 və 4-cü istiqamətlərdə hərəkət edən səyyahlar günəşin zenitdə olma prosesini müşahidə edə bilərlər. 2-4. Bilirik ki, Lesotho, Eswatini mülayim işıqlanma qurşağında yerləşirlər, düzdürmü? Hardasa bu formada, belə deyək. Bu hissələr mülayim işıqlanma qurşağıdır. Zenitdə olması əgər tropik işıqlanma qurşağında olsaydı işlədərdik. Amma axı mülayim işıqlanma qurşağında zenit ola bilməz. Amma burada deyir ki, zenitdə olma prosesini müşahidə edə bilərlər. Ona görə də bu yanlışdır. Yəni bu sualda 3, 4, 6 yanlış olacaq. Keçirik 3-cü suala. Qrafikdə A məntəqəsi üçün il ərzində günəş şüalarının günorta vaxtı düşmə bucaqları verilmişdir. Bunu nəzərə alaraq A məntəqəsi üçün doğru olan fikirləri müəyyən edin. Aha, biz qrafikə baxsaq, görərik ki, dekabr aylarında bu 80 dərəcə bucaqda böyük, 90 dərəcə bucaqla düşmür. 90 dərəcə bucaqla düşmürsə günəş şüaları, deməli bu məntəqə tropik işıqlanma qurşağında yerləşmir. Bilirik ki, tropiklər arasında 2 dəfə 90 dərəcə zenitdə ola bilər, yəni 90 dərəcə bucaqla düşə bilər, amma tropiklərin öz üzərində isə ildə 1 dəfə zenitdə olur. Tropiklər arasında 2 dəfə zenitdə olur. Amma burada 90 dərəcəni müşahidə etmədiyimizə görə bilirik ki, bu məntəqə artıq necə deyərlər, tropik işıqlanma qurşağında deyil. Amma 80 dərəcə görürük harda? Dekabr ayında görürük. Deməli, günəş böyük bucaqla
dekabr ayında görünür. Yəni təsəvvür edin ki, yay aylarında kiçik bucaqdır, dekabrda böyük bucaqlar düşür. Bu təbii ki, cənub yarımkürəsində olan bir məntəqədir. Yəni qış gün dönümüdür. Günəş cənub tropiki üzərində zenitdədir. 23,5 cənub yəni enliyi. İyul ayında günəş kiçik bucaqla, dekabr ayında böyük bucaqla düşürsə, bu məntəqənin cənub yarımkürəsində olduğunu bildik. Daha sonra gəlin düsturda tapaq, görəsən hansı məntəqədir. 22 dekabrda günəş 23,5 cənub enində zenitdə olduğunu dedik. 80 dərəcə bucaq düşmə bucağı bərabərdir. Yəni 80 bərabərdir 90 çıxılsın enlik minus 23,5 yazırıq. Daha sonra burada 10 alırıq. Burada da 23,5 toplayacaq olacaq 33,5. Artıq biz tapdıq. Məntəqə 33,5 cənub enliyindədir. Daha sonra gəlin xüsusiyyətlərə baxaq. Məntəqənin yerləşdiyi yarımkürədə musson rejimli çaylara rast gəlinmir. Təbii ki, cənub yarımkürəsində musson iqlimi yoxdur və musson rejimli çay da olmayacaq. Sonra məntəqənin yerləşdiyi paraleldə yerin orta fırlanma sürəti Bakı şəhərinin yerləşdiyi paraleldəkindən daha azdır. Bakı yerləşir 40-da. Bu məntəqə 33, elə deyək 33,5, elə deyək 33 dərəcə paraleldə yerləşir. Məsələn, hansı ekvatora daha yaxındır? Axı biz bayaq dedik, ekvatora daha yaxın məntəqələrdə fırlanma sürəti artır. Qütblərə doğru getdikcə azalır. Ona görə də biz deyirik ki, qütblər yerin hərəkətsiz nöqtələridir. Təbii ki, Bakı şəhərindən az olmaz. Çox olar fırlanma sürəti bu məntəqədə. Bu yanlışdır. Məntəqənin yerləşdiyi işıqlanma qurşağı daxilində subtropik iqlim qurşağı mövcuddur. Təbii ki, 30 dərəcə enliklər, 40 dərəcə enliklər subtropik olacaq. 1, 3. Daha sonra il boyu məntəqədə günorta vaxtı cisimlərin kölgəsi şimal istiqamətinə düşür. İndi bu məntəqə 33,5-dədir. Günəş də olar 23,5 cənub enliyində, düzdürmü? Günəş bu məntəqədə şimalda yerləşir. Səhər burada, günorta burada, gün batanda da burada. İndi bu məntəqə buradadsa, günəşi həmişə özündən şimalda görürsə, kölgə təbii ki, cənuba düşər də, cənub istiqamətlərə düşər. Amma burada deyir ki, şimal istiqamətinə düşər. Ona görə də 4 yanlış olacaq. Məntəqədə həm havadan, həm də buluddan çökən yağıntı növləri müşahidə oluna bilər. Təbii ki, mülayim enlikdə, subtropik enliklərdə həm havadan, həm buluddan çökən yağıntı növləri müşahidə olunur. Altını da doğru götürürük. 1, 3, 6 bu sualın doğru cavabıdır. Məsələyə baxırıq. X paraleli üzərindəki A məntəqəsi 4-cü saat qurşağının şərq sərhədində, B məntəqəsi isə 14-cü saat qurşağının qərb sərhədində yerləşir. Bu paralelin 1 dərəcəlik qövsünün uzunluğu ilə Bakı şəhərinin yerləşdiyi paralelin 1 dərəcəlik qövsünün uzunluqları cəmi 157,1 kilometrə bərabərdir. Buna əsasən məntəqələr arasındakı ən qısa məsafənin miqyası 1 bölünsün 14.340.000 olan xəritədə neçə santimetr olduğunu hesablayın. İlk öncə 4-cü saat qurşağının orta meridianı tapırıq. 4-ü vururuq 15-ə 60. 60-da şərq sərhədi deyirsə, təbii ki, 7,5 üzərinə gəlir, olur 67,5 şərq uzunluğu. 14-cü saat qurşağının orta meridianı qərbdə olduğu üçün 24-dən 14 çıxırıq, olacaq 10. Vururuq 15-ə 150 qərb. Qərb deyirsə sərhədi, təbii ki, 0 Greenwich'dir. Burada 150 qərbdir. Bunun qərb sərhədi rəqəm artır. Greenwich'ə doğru azalır da. Qərb sərhədi deyirsə, olacaq 150 üzərinə 7,5 gələndə olacaq 157,5 qərb uzunluğu. Artıq tapdıq. 67,5 şərq uzunluğu, 157,5 qərb uzunluğu. Düzdürmü? Sonra bizə burada deyir ki, Bakı şəhərinin yerləşdiyi paralelin 1 dərəcəlik qövsünün uzunluqları cəmi 157,1 kilometrə bərabərdir. Bakıda olacaq 85,4, cəmdə deyir 157,1. 157,1-dən biz 85,4-ü çıxarıq. Alarıq 71,7. Bu sizə hansı paraleli xatırladır? Təbii ki, 50 dərəcəlik paralelin qiymətidir. 71,7. Bunu da tapdıq. Biz bayaq tapdıq ki, 67,5 şərq uzunluğu, 157,5 qərb uzunluğu. Düzdürmü? Biri şərq, biri qərb. Neyniyərsiniz? Toplayarsınız. Toplayanda biz 225 alırıq. 180-i keçdiyinə görə təbii ki, 360 dərəcədən çıxmalıyıq. 360 dərəcədən çıxanda tapırıq biz 135. Düzdürmü? İndi biz bunu tapdıq.
50 dərəcəli paralelin qiymətinə, yəni 71,7-yə vursa, biz həqiqi məsafəni tapırıq. 71,7-yə vurub, sonra biz həqiqi məsafəni bölməliyik miqyasa, sonra xəritədə neçə santimetr olduğunu taparıq. Təbii ki, 135-i 71,7-yə vuranda alırıq 0,5. Bölürük biz. Buradan 5 sıfır siləndə vergül düşür bura. Yəni 143,4-ə. Böləndə biz alırıq Y variantını. Yəni 67,5 santimetr. 5-ə baxırıq. Keçid iqlim qurşaqlarının formalaşdığı coğrafi obyektləri müəyyən edin. Təbii ki, sublarla başlayan iqlimlər olmalıdır. Biri oxuyaq. Somali yarımadası subekvatorial, İslandiya tamamilə subarktik, Şri Lanka adası subekvatorial. Əslində Şri Lanka adasında ekvatorial da var. Elə doğru cavab A olacaq. Məsələn, B nəyə görə olmaz? Saxalin adası mülayim mussonda yerləşir. Keçid iqlim qurşağı deyil. Burada mülayim mussonda yerləşir. Hokkaido adası çıxarıq. Newfoundland mülayim dəniz. Falklendi çıxarıq, mülayimdədir. Y'də də Kuba tropik dənizdə yerləşir. Keçid deyil. Alyaskada yarımadası mülayim dənizdə yerləşir. Çıxarıq. Adalarda yerləşən vulkanları müəyyən edin. A variantına baxırıq. Etna vulkanı Siciliya adasında yerləşir. İtaliyanın vulkanıdır. Adadadır. Aso vulkanı da həmçinin Kyushu adasında yerləşir. Yaponiyada. Amma Kuliçu-Sopka isə yarımadada yerləşən vulkandır. Kamçatka yarımadasında. B variantında Krakatau, Kerinci, Krakatau vulkanları Sumatra adasında. Fudziyama da həmçinin adada yerləşir. Yaponiyanın ən böyük adası olan Höns adasında. Amma Orizaba vulkanı isə adada yerləşmir. Meksikada yerləşən 3 məşhur vulkandan biridir. C variantında Hekla vulkanı. İslandiyada yerləşən vulkandır. Adada yerləşən vulkan kimi götürürük. İslandiyada Hekladan əlavə Eyjafjallajökull, Bardarbunga, Katla vulkanlarını da görə bilərik. Pinatubo vulkanı adada yerləşən vulkandır. Filippinin məşhur Luzon adasında yerləşir. Popocatépetl vulkanı da Meksikada yerləşən vulkandır, amma adada yerləşmir. Erebus vulkanı qütb işıqlanma qurşağında yerləşən Antarktidanın Ross adasında bir fəaliyyətdə olan vulkandır. Bardarbunga, bayaq dediyimiz kimi İslandiya adasında, Montanpeli vulkanı isə Martinka adasında yerləşir. Gördüyünüz kimi üçü də adada yerləşən vulkandır deyə sualımızın doğru cavabı D variantıdır. Ruapehu vulkanı Yeni Zelandiyanın şimal adasında yerləşir. Eyjafjallajökull vulkanı İslandiya adasında, Cotabahi, Chimborazo vulkanları isə Ekvadorda yerləşən vulkandır. Bunlardan Ruapehu və Eyjafjallajökull adada yerləşən vulkan, amma Cotabahini biz adada yerləşən vulkan götürə bilmərik. 7-yə baxırıq. Rəqəmlərə müvafiq gələn dağ silsilələrini müəyyən edin. 1. Sudur silsiləsidir, sərhəddə yerləşən silsilədir. 2. Qəbələdə yerləşən Cəfər yaylaq. 3. Qubada yerləşən Təngini görə bilərik. Bir də burada 4 rəqəmini verib. 4-də olacaq Qovdağ. 1. Sudur, 2. Cəfər yaylaq, 3. Təngi, 4. Qovdağ uyğundur C variantına. 8-ə baxırıq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Burada Qarabağ silsiləsinə Xocayurt, Sarba və Buzluq silsilələri aiddir. Doğrudur. Bunu biz doğru götürürük. Murovdağa burada Zod aşırımı verib. Zod deyil də Ömər aşırımı olar. Zod aşırımı Şərqi Göyçəyə aiddir. 2 yanlışdır. Zəngəzur, Qazangöldağ doğrudur. Biçənə aşırımı da doğrudur, amma Küküdağ Dərələyə silsiləsinə aiddir. 3120 metr. 3 yanlış olacaq. Yan silsilə Qızılqaya, Heydər zirvəsi, Yarıdağ tamamilə doğrudur. 4-ü də doğru götürürük. Şah dağı burada Ömər aşırımı verib. Bayaq da dediyim kimi Ömər aşırımı Murovdağa aiddir. Yanlış olacaq. Amma digərləri isə Şah dağı aiddir. Sualımızın doğru cavabı C variantıdır. 9-cu sual. Yalnız bir ölkə ilə əhatələnən su hövzələri. İon dənizi bir ölkə ilə deyil, 3 ölkə ilə əhatələnib. İtaliya, Yunanistan, Albaniya, Fin körfəzi, Finlandiya, Estoniya və Rusiya ilə. Botnik körfəzi olacaq İsveç və Finlandiya. Andaman dənizi Tayland, Myanma, Hindistan. Daha sonra Riga körfəzi Latviya və Estoniya. Azov dənizi Rusiya və Ukrayna. Egey dənizi Yunanistan və Türkiyə. Biskay körfəzi İspaniya və Fransa. Gördüyünüz kimi, yəni yalnız bir ölkə olmalıdır.
Yerdə Y variantı qalır. Mərmərə dənizi yalnız Türkiyə, Müqəddəs Lavrenti körfəzi olacaq yalnız Kanada ərazisi. Ona baxırıq. Buradan fikir versəniz 7 dərəcədir şərq uzunluğu. 60-62, yəni şimal yarımkürəsində olduğunu bildirir. Daha sonra bu sahillərə fikir versəniz, tapmaq olur. Enliklərə fikir versəniz, bu ərazilərin fiord tipli sahillər, Skandinaviya yarımadasını siz görə bilərsiniz. İndi oxuyaq. Ensiz, dərin yamacları dik və qayalıq olan dəniz körfəzləridir. Bu ifadə, bu cümlə elə fiordun tərifidir. Daha sonra dağların sahillərə paralel uzandıqları yerdə dağlar arasında çay vadilərinin dənizin su altında qalması nəticəsində biz dərsdə də deyirik, sahilə paralel uzanmış dağa Dalmasiya tipli sahillər deyilir. Dalmasiya tipli sahillərə görə fərqlənir Adriatik dənizi, Xorvatiya, Yunanistan xüsusilə. Yəni bu fiorda aid olmayacaq. Sonra dəniz sularının buzlu vadiləri basması nəticəsində formalaşır. Təbii ki, fiordlar, yəni fiord sahili yaradan əsas amil qədim buzlaq vadiləri, trop dərələrinin dəniz səviyyəsinin qalxması və ya qurunun çökməsi nəticəsində su altında qalmasıdır. Yəni biz 3-ü də doğru götürəcəyik. 4-ə baxırıq. Dağların zirvə hissəsində yaxın yamaclarında kiçik buzlaqların və şaxta aşınması təsiri ilə yaranmış fincan. Fincan şəkili çökəkliklər karlara aid xüsusiyyətlərdir. Yəni karlar da bilirsiniz də dağ buzlaq relief formasıdır, amma fiordlar isə sahil formasıdır. Yəni bu uyğun gəlməyəcək. 5-ə baxırıq. Xəritədə verilmiş ərazi ilə yanaşı, yəni Skandinaviyadan əlavə Alyaska və Çili sahillərində də rast gəlinir. Təbii ki, 4-cü dövr buzlaşmaya məruz qalmış ərazilərdə, yüksək enliklərdə, Şimali Amerikanın qərb hissəsində, yəni Alyaska tərəfdə fiord tipli sahillər var. Hətta ən dərin fiord Magellan fiordu Argentina ərazisində yerləşir. Çilidə də fiord tipli sahillər biz görə bilərik. Ona görə də bu ifadə doğrudur. Yəni 1, 3, 5 doğru cavabdır. Sonra 6-da yazılıb yağış və qar sularının süxurları yuması nəticəsində yaranan quru dərələrdir. Quru dərələr deyərkən yarğan və qobu şəbəkələri yada düşür. Yəni bu da fiord tipli sahillərə uyğun gəlmir. 11-ə baxırıq. Doğru fikirləri müəyyən edin. Orta Araz təbii vilayətində Paleozoyun, Devon, daş kömür və Perm süxurlarına rast gəlinir. Bu tamamilə doğrudur. Bilirik ki, Naxçıvanda üst paleozoy süxurları yayılmışdır və bu süxurlar da həmçinin var. Biz demişdik ki, daş kömür süxuru var Azərbaycanda, amma daş kömür yataqları yoxdur. 1 doğru olacaq. Böyük Qafqaz tektonik qalxma zonasında Mezozoyun bütün geoloji dövrlərinin süxurları yayılmışdır. Mezozoyun dövrləri Trias, Yura, Təbaşir. Yaxşı, Yura var, Təbaşir var, amma Trias yoxdur axı. Trias yalnız Naxçıvanda Dərələyəzdədir. Ona görə bu ifadə yanlış olacaq. Respublikamızda palçıq vulkanlarına yalnız tektonik qalxma zonalarına rast gəlinir. Xeyr, bizdə çökmədə də var. Kür vilayət olaraq 2 vilayətə rast gəlinir. Həm Böyük Qafqaz vilayətində, həm də Kür vilayətində. Cənub-Şərqi Şirvanda da palçıq vulkanlarını görə bilərik. Yəni bu ifadə yanlış olacaq. Xaçmaz inzibati rayonu bütövlükdə Ön Qafqaz tektonik çökmə zonasında yerləşir. Təbii ki, Xaçmazda yerləşən Samur Yalama Milli Parkı da, Şollar düzü də həmçinin Ön Qafqaz çökməsinə aiddir. 4 doğru olacaq. Tektonik sınmalar boyunca ən fəal zəlzələ fay xətti Şamaxı yaxınlığından Kür çökməsini Böyük Qafqaz qalxmasından ayıran zonadan keçir. Təbii ki, ona görə 9 balıq zəlzələ zonası Şamaxı deyirik. Yəni oradan keçəcək. 5 doğrudur. 1, 4, 5 sualın doğru cavabıdır. 6-ya baxırıq. Böyük Qafqaza vulkanogön çökmə suları rast gəlinmir ifadəsi yanlışdır. Gəlinir. Bu işarələrlə göstərilir həmçinin. 6-da yanlışdır. 12-yə baxırıq. 12-ci suala baxırıq. Sxemə əsasən rəqəmlərə müvafiq gələn bulud növlərini müəyyən edin. 1-də olacaq laylı yağış bulud. Dərslikdə də var bu sxemlər. İstər soyuq cəbhə üçün, istər isti cəbhə üçün. 2-də olacaq artıq yüksək laylı bulud burada. 3-də olacaq laylı topa bulud. 4-də olacaq topa yağış. 5 isə artıq yüksək topa buludlar sayılır. Topa buludları bu formada olur. Elə burada da verilib. A variantı sualın doğru cavabıdır. 13. Doğru fikirləri müəyyən edin. Şimal yarımkürəsində sağa, cənub yarımkürəsində isə sola meyl edən küləklər yalnız daimi küləklərdir. Yerin öz oxu ətrafında fırlanmasına yaranan Coriolis qüvvəsi, yəni meyl etmə qüvvəsi, yəni demək olar ki, bütün küləklərə təsir göstərir. Yəni yalnız daimi küləklər deyil. Burada musson da ola bilər,
Siklonlar, ansiklonlar da ola bilər. Yəni yalnız daimi küləklər yanlış olar. Yəni şimal yarımkürəsində sağa, cənub yarımkürəsində də sola meyl etməsi. 2-yə baxırıq. Bizə doğru fikir lazımdır. Atmosferin troposfer qatından eksosfer qatına qədər temperaturun azalması müşahidə edilir. İfadəsi yanlışdır. Bilirik ki, hündürlüyə doğru temperaturun artması, yəni temperatur inversiyasını biz stratosferdə ozon qatına görə, bir də termosferdə biz müşahidə edə bilərik. Yəni hündürlüyə doğru temperaturda qalxır. Amma hündürlüyə doğru yuxarı qalxdıqca necə deyərlər, temperaturun azalması troposferdə və mezosferdə görə bilərik. Və burada yanlış olacaq. 3-ə baxaq. Mülayim havanın tədricən yuxarı qalxmasından yaranan buludlar laylı buludlar. Bilirik ki, mülayim hava elə Azərbaycanda da ən çox qışda üstünlük təşkil edən buludlar laylı buludlardır. Elə mülayim havada da ən çox laylı buludları biz yarandığını deyə bilərik. 4-ə baxaq. İstilik qurşaqlarının sərhədi illik və isti ayın izoterimlərinə görə müəyyən olunur. Bəli, bilirsiniz də tropiklərdə orta illikdir. Amma digərlərində isə ən isti ayın orta temperaturları izoterimlərinə görə müşahidə olunur, müəyyən olunur daha doğrusu. 5-ə baxaq. 5-ə baxırıq. Musson küləkləri atmosferin ümumi sirkulyasiyasında iştirak etmir. Bu ifadə tamamilə yanlışdır. Bilirik ki, musson küləkləri materik və okeanların fərqli qızması nəticəsində yaranan küləklərdir. Təbii ki, atmosferin ümumi sirkulyasiyasında iştirak edir. Burada sualın doğru cavabı 3 ilə 4 olacaq. B variantı. Hirkan Milli Parkının Zəngəzur Milli Parkı ilə oxşar, Göygöl Milli Parkı ilə isə fərqli əlamətini müəyyən edin. Baxaq, Kiçik Qafqaz tektonik zonasında yerləşirlər. Təbii ki, üçünə də aiddir. İstər Hirkan, Zəngəzur, Göygöl, Kiçik Qafqaz, Qafqaz qalxmasına aiddir. A burada fərqli deyil. Yəni dağ meşə landşaftı formalaşmışdır. Təbii ki, Zəngəzurda dağ meşə yoxdur. Ona görə B-ni də götürmürük. Aid olduğu təbii vilayətdə yayı quraq keçən soyuq iqlim yarımtipi formalaşmışdır. Hirkanın aid olduğu vilayət Lənkəran vilayətidir. Lənkəran vilayətində istər yayı quraq keçən soyuq, istərsə də qışı quraq keçən soyuq var. Pilus, Zəngəzurda, Naxçıvanda, Naxçıvanda da qışı quraq keçən soyuq olmasa da yayı quraq keçən soyuq var. Yəni bizə lazımdır Hirkanla, yəni Lənkəran vilayəti və Naxçıvan vilayətində yayı quraq keçən soyuq olduğuna görə Hirkan Milli Parkı ilə Zəngəzur Milli Parkının oxşar xüsusiyyəti oldu. Amma Göygöl Milli Parkında biz yayı quraq keçən soyuq görə bilmərik. Yəni Kiçik Qafqazda yoxdur. Cavab elə C variantı olacaq. Landşaft inversiyası müşahidə olunur bu Talış dağlarında, yəni Hirkan Milli Parkına aid olacaq. Vulkanogen çökmə suxurları rast gəlinir. Hər üçündə vulkanogen suxurları biz görə bilərik. 15-ə baxırıq. Diaqram verib 951 yağıntı. Yağıntılara fikir versəniz, demək olar ki, il boyu bərabərdir. Və temperatur da mənfiyə düşmür. Həm də ki, cənub yarımkürəsindədir. Temperatur mənfiyə düşmürsə, yağıntılar demək olar ki, il boyu bərabərdirsə, bərabər bu mülayim dəniz iqlim diaqramına uyğun gələcək. Mülayim dəniz. İndi 1-ə baxaq. Diaqramın aid olduğu ərazi mülayim işıqlanma. Təbii ki, mülayim dənizdirsə, mülayim işıqlanma qurşağında, amma mülayim dənizə biz qütb işıqlanma qurşağında da rast gələ bilərik. Bu ifadəni doğru götürürük. Mülayim dəniz iqlimidir, bəli, doğrudur. Daha sonra yay quraq keçir, xeyr. Biz gördük ki, yay burada. Niyə? Çünki cənub yarımkürəsində, cənub yarımkürəsində yay yanvar və fevral aylarına təsadüf edir. Və yanvar, fevral aylarına fikir versəz, görürsünüz, yəni rütubətlidir, quraq keçmir. 3 yanlış olar. Aid olduğu materikdə bərabər rütubətli subtropik iqlim tipi mövcuddur. Cənubi Amerika materikində mülayim dəniz var və Cənubi Amerikada Parana çayının mənsəbində biz bərabər rütubətli subtropik iqlimi görə bilərik. La Plato ovalığı, yəni qırmızı qara torpaqlar. 4 doğrudur. Sualın artıq doğru cavabını biz görürük. Digərlərini də oxuyaq. Aid olduğu materikdə mezozoik yaşlı. Təbii ki, Cənubi Amerikada, nə də Afrikada olsun, Avstraliyada Kimmeri qırışığına aid bir dağ görə bilməzsiniz. Amma burada rast gəlinir yazıb, yanlışdır. Diaqramın olduğu ərazilərdə havadan çökən yağıntılar. Mülayim iqlimdə buluddan çökən yağıntılar, düşən yağıntılar üstünlük təşkil edir. 6 da yanlışdır. 1, 2, 4 olacaq D variantı. 16-ya baxırıq. İllik yağıntının miqdarının mümkün buxarlanmaya olan nisbəti, yəni yağıntı bölünsün buxarlanma bərabərli rütubətli əmsalı. Təbii ki, həmin landşaftın deyir ki, landşaftın ərazi üzrə diferensiyasiyasının yaranmasının ən mühüm səbəbidir.
Yəni rütubətli əmsalı məsələn, çöldə bilirsiniz də rütubət çatışmır. Artıq yarım səhradır, çöldürmü, meşədirmi? Bunu biz rütubətli əmsalına əsasən tapa bilirik. Daha sonra bir doğrudur. 2. Respublikamızda günəş radiasiyası illik miqdarı 160-200 kilokal deyil də 120-160 kilokal olmalıdır bu şəkildə. Yanlışdır. Böyük və Kiçik Qafqazın yüksək dağında günəş radiasiyasının çox olması ilə bağlı olaraq mümkün buxarlanmanın kəmiyyəti az olar. Dağlarda mümkün buxarlanma az olur, çox olmur. 3 də yanlışdır. 2, 3-ü biz variantlardan gəlin çıxaq. Hə. Sonra Talış dağlarında yüksəklik artdıqca yağıntıların miqdarı azalır və dağlıq mərkəzi hissəsində cəmi 250-300 mm. Təbii ki, inversiya ilə bağlıdır. Yağıntı inversiyası 4 doğru olacaq. Sonra Respublikamızın 30%-ə qədər 30%-ə yaxın ərazilərini əhatə edən soyuq iqlim 20% və ondan da az ola bilər. 30% artıq ola bilməz. Ona görə yanlışdır. 5-i biz yanlış götürürük. Sonra Böyük Qafqazın cənub-şərqində və Kiçik Qafqazın dağətəyi və qismən orta dağlıq zonasında qışı quraq keçən mülayim isti iqlim hakimdir. Bu ifadə təbii ki, doğru olacaq. 1, 4, 6 sualın doğru cavabıdır. 17-yə baxırıq. 17 xəritə sualıdır. Burada Qirlandiya, gəlin rəqəmlərlə nə deyir burada? Hə, yuxarıda verib. Davis təbii ki, burada olacaq. 4 ilə başlayacaq təbii ki. Davis Qirlandiyanı Baffin adasından ayıran boğazdır. Sonra Danimarka boğazını görürsünüz, yəni 3. Danimarka boğazı dünyanın ən böyük materik mənşəli adası ilə dünyanın ən böyük vulkanik mənşəli adasını ayıran boğaz sayılır. İkinci adı Dat boğazıdır. Hudson boğazı isə burada olacaq. Yəni Labrador yarımadasını Baffin adasından ayıran boğazdır. Yəni 5. 4, 3, 5 B variantı. 18-ə baxırıq. Birinci işarə xromitin işarəsidir. Təbii ki, Luson adası, yəni Filippindir, Albaniya, Türkiyədir. Bu 3 ölkə xromitə görə dünyada fərqlənir. Kiçik Asiya yarımadası Türkiyə, Luson adası da Filippin. Biri doğru götürəcək. Sonra 2-də kükürt verib. Kaliforniya yarımadasında Falkland adalarında kükürt olmaz. 2 yanlışdır. Bu boksidin işarəsidir. Təbii ki, boksidə görə birinci yerdə Cape York yarımadası da Avstraliyada, Yamayka adasında da həmçinin boksid ehtiyatları var. 3'ü doğru götürürük. Sonra Kırım yarımadası Kipr adasında apatit. Apatit deyərkən əsasən Böyük Çin düzənliyi Şərqi Avropaya da düşür. 4 yanlış olar. Labrador və Hindistan yarımadalarında dəmir filizi ehtiyatı var. Doğrudur. Uranı burada Arnenet düz verib, amma Somali yarımadasında uran ehtiyatı olmaz. Bu yanlışdır. 1, 3, 5 Rum rəqəmləri ilə Y variantı. 19. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Burada dəniz limanları verilib. Havr limanı Fransanındır, düzdür. Lamanş boğazında. 1 doğrudur, amma bizə doğru olmayan lazımdır. Sonra Tampico ABŞ. Tampico Meksika olacaq. 2 yanlışdır. Genua İtaliya Liguriya dənizi doğrudur. Sindao Çindədir, amma Şərqi Çin dənizində deyil də Sarı dənizdə olmalıdır. 4 yanlış olacaq. Antwerpen Belçikanın dəniz limanıdır. Şimal dənizində doğrudur. Xark İran düzdür. Amma Oman körfəzi deyil də Fars körfəzi və ikinci adı İran körfəzində olacaq. 2, 4, 6 olacaq. C variantı. 20'ye baxırıq. Xəritə sualıdır. Burada deltalı bir çay görürsünüz və bu çayı soruşur. Yuxarı Aralıq dənizidir. Və Əkəbə körfəzindən Yordan çayı burada İsrail-Yordaniya sərhədində. Burada Qırmızı dəniz olar. Bu da şimal istiqamətinə axan Nil çayından söhbət gedir yəni. D variantı. Burada çay mənsəbləri verilib. Nelson körfəz verib. Təbii ki, körfəz Hudson körfəzindən söhbət gedir. 1 doğrudur. Niger dəniz verib. Niger 4 yarımkürədə yerləşən yeganə körfəz Gvineya körfəzinə tökülür. Dəniz deyil. 2 yanlışdır. Sena boğaz verilib. Təbii ki, Lamanş boğazına tökülür. Fransanın paytaxtından keçir. Saluin okean deyil də Andaman dənizinə tökülür. Saluin İravadi çayları. 4 yanlışdır. Amur çayı burada körfəz verib, amma əslində boğaz olmalıdır. Tatar boğazına tökülür. 5 yanlışdır. Narınc da birbaşa okeana tökülür. Özü də Atlantik okeanına. 1, 3, 6 sualın doğru cavabıdır. Daha sonra 22. Kürün ən uzun sol qolu olacaq Qanıq çayı. Yeraltı sularla qidalanır. Barbalo dağından Gürcüstandan başlayır. Həm sərhəd çayıdır, həm tranzit çayıdır. Samux ərazisindən Mingəçevir su anbarına tökülür. Mənbəyi də Gürcüstan. Yəni ətraflı məlumat verdi. A variantı.
23-ə baxırıq. Cədvəldə verilən çayların hansılarının yerini dəyişsək, şimaldan cənuba doğru, yəni yerləşib də sıralama. Qusarçay, Qudyalçay, sonra Qaraçay, sonra gəlir Vəlvələçay, sonra Girgirçay. Qaraçay ilə Vəlvələçayın yerini dəyişmək lazımdır. 3 ilə 4 olacaq D variantı. Sonra 24 Avstraliya materikində rast gəlinən təbii zonalar. Məsələn, meşə tundra olmaz. Sonra qarışıq meşələr olmaz. Tayqa olmaz. Meşə çöl olmaz. Amma rütubətli ekvatorial meşələr və dəyişkən rütubətli meşələr. Düzdür, dəyişkən rütubətli meşələr əsasən bizim dərslikdə göstərilib. Təzə, hələ ki. Amma dünya xəritələrinə fikir versəniz, ekvatorial meşələr də böyük suarcı dağlarında meridian istiqamətində yayıldığını görə bilərsiniz. 25-ə baxırıq. Xəritə sxemə əsasən bozqır bitkilər. Bozqır bitkiləri deyərkən, məsələn, Dağlıq Şirvana tərəf baxmalıyıq, Naxçıvana baxmalıyıq, bir də Acınohor tərəfə baxmalıyıq. Yəni, bu hissələrdə olacaq, bu hissələrdə Qobustan, Dağlıq Şirvan tərəfdə, bir də Naxçıvanda olacaq. 1, 4, 6. 26. Xəritə sxemə əsasən 1, 4 rəqəmləri ilə göstərilən fiziki coğrafi rayonların 2, 3 rəqəmi ilə göstərilən fiziki coğrafi rayonlardan fərqli xüsusiyyətlərini müəyyən edin. Yəni, bunu 1 ilə 4, yəni Ceyrançöl, Acınohor, Qobustan, Abşeron, yəni fiziki coğrafi rayonlarını 2 və 4-dən fərqləndirməliyik. Yəni Arazboyu ilə Samur, Dəvəçi. Birə baxaq, 3-cü dövrün çöküntüləri yayılıb. Təbii ki, burada olmaz, amma Qusarmali düzənliyində əslində Böyük Qafqazda neogen suxurlarını biz görə bilərik bu arada. Amma Ceyrançöl, Acınohorda da, Qobustan, Abşeronda da neogen suxurları var. 3-ü biz doğru götürəcəyik. Qışı mülayim keçən yarım səhra. Təbii ki, qışı mülayim keçən yarım səhra deyərkən elə bu iqlimlərdə olacaq da. Yəni 4-də, 2-də, 1-də, 3-də, yəni hamısı üçün uyğundur. Arid denudasiyon relyef formaları. Arid denudasiyon relyef formaları əsasən Ceyrançöl, Acınohor və Abşeron, Qobustanda olacaq arid denudasiyon relyef formaları. Bir də Naxçıvanda biz görə bilərik, Şəhər Ordubad tərəfdə. Rütubətli əmsalı vahiddən kiçikdir. Elə yarım səhra ərazilərində rütubətli əmsalı vahiddən kiçik olur, hamısına aid ola bilər. Tektonik çökmə zonasında yerləşir. Bu yanlışdır. Məsələn, 1 ilə 4-ün gərək oxşar xüsusiyyəti olsun axı. Məsələn, bu hissə olar çökmədə, amma Qobustan, Abşeron axı qalxmada yerləşir. Böyük Qafqaz tektonik qalxmasında. Ona görə 5-i də biz aid edə bilmərik. Yəni 1 ilə 4-ü 2 və 3-dən fərqləndirməliydik bu sualda. 1 ilə 4 heç bir-birlərinə uyğun gəlmir. Qaldı ki, 2, 3 ilə uyğun gəlsin. Ona görə bu da yanlışdır. 27-yə baxaq, ölkələr verib. Adriatik dənizidir bu. Bu da Apenin yarımadasıdır, İtaliyanın yerləşdiyi. Gəlin ölkələri sayaq. 1. Sloveniyadır, paytaxtı Ljubljana. 2. Xorvatiyadır, paytaxtı Zagreb. 3. Bosniyadır, paytaxtı Sarajevo. 4. Serbiyadır, paytaxtı Belqrad. Hətta bu paytaxt şəhərdən Dunay çayı da keçir. 5 olacaq Montenegro, Çernogoriya. Ən çox Avropada yağıntı bura düşür. Paytaxtı Podgorica. 6 olacaq Şimali Makedoniya. Paytaxtı da Skopje. Ölkələri dedik, indi keçək xüsusiyyətlərə. 1, 2 Avropa İttifaqına üzvdür. Yəni Sloveniya ilə Xorvatiya. Bu tamamilə doğrudur. Biri götürəcəyik. Sonra deyir ki, hamısı keçmiş Yugoslaviyanın parçalanmasına yaranıb. Təbii ki, 1990-cı illərdə Yugoslaviyanın parçalanmasına bu ölkələr yaranmışdır. Sonra 3-cüdə deyir ki, 1, 2, 4 ərazisindən Dunay çayı keçir. 1-dən, yəni 2-dən, 4-dən. Sloveniyadan Dunay çayı keçməz. Amma Xorvatiyadan və Serbiyadan Dunay çayı keçəcək. Və bunu biz yanlış götürürük. Dunay çayı Serbiyanın paytaxtı Belqraddan da həmçinin keçir. Sonra 1, 2, 5, 6 NATO təşkilatına üzv ölkələrdir. Təbii ki, bu 4 ölkəni NATO'ya üzv götürəcək. 5-də federativ quruluş deyir, quruluşa malik ölkələrdir. Yəni 3 ilə 4. Bosniya federativdir, amma Serbiyanı federativ götürə bilmərik. Yəni 5 yanlış olacaq, 3 yanlış olacaq. Sonra paytaxtları dəniz sahilində yerləşir. Bu yanlış ifadədir. Nə 2-nin, nə də 5-in paytaxtı dəniz sahilində yerləşmir. Doğru cavab olacaq 1, 2, 4. Yəni A variantı. 28-ə baxırıq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Koreya Respublikası haqqında bilir ki, Koreya istər Şimali Koreya, istər Cənubi Koreya yarımadada yerləşən ölkələrdir. Biri inkişaf etmiş ölkə, biri sosialist ölkədir. Burada
Sahillerini Sarı ve Yapon denizleri suları yuyur. Bu Kore Yarımadası'na aittir ve bu ülkelerde bu yarımadada yerleştiği için her ikisine uygun gelecek. 3'e 1. Daha sonra 3 ölkə ilə quru sərhədə malikdir. Təbii ki, söhbət Şimali Koreyadan gedir. Şimali Koreya həm Cənubi Koreya ilə cənubdan, Çinlə, bir Rusiya ilə sərhədi mövcuddur. 1-ə uyğun gələcək. 2. Qeyri-milliyə üzv ölkədir. Bu inkişaf etmiş Cənubi Koreyaya aiddir. 2-yə 3. Sonra əhalisi Çin-Tibet dil ailəsinə aid deyil. Hər ikisinə aiddir. Yəni bu heç biri Çin-Tibetə aid deyil. Yəni bu ifadə ikisinə də aiddir deyə biz 3'e aid uygun götürürük. Sonra sosyalist ölkədir. Təbii ki, Şimali Koreya. 1'ə də uyğun gələcək 5. Yəni 1'ə 2, 5, 2'yə sadəcə 3, 3'ə də 1 ilə 4. Bunu B variantında görə bilərsiniz. 29'a baxırıq. Doğru fikirlərin müəyyənidir. Neptun planetin ən böyük peyki Tritondur. Bu doğrudur. Titan isə olacaq Saturnun peyki. Daha sonra yer ayın, ay ise güneşin cazibesiyle fırlanır. Hayır, yer ayın değil, ay yerin cazibesiyle fırlanır. Bu ifade yanlıştır. Güneş sisteminin bütün planetlerin peykleri mevcuttur. Hayır, Merkuri, Venera'nın peyki yoktur. Bu da yanlışdır. Mülayim ışıqlanma qurşağının sərhədlərinin formalaşması yerin orbit müstəvisində meyilliyindən asılıdır. Bu ifadə tamamilə doğrudur. Bilirsiniz də 66,5 dərəcə meyillidir. Ona görə də qütb dairələri 66,5-dən, tropiklər 23,5-dən keçir və meyillilik əgər artırsa, azalırsa, bu da işıqlanma qurşağının sərhədləri sayılır axı 23,5 və 66,5. Ona görə də onların sərhədlərinin formalaşmasına təsir göstərəcək. Yəni meyilliliyin artması, azalması meyillilikdən asılı olacaq. Yəni 4 doğrudur. Böyük ay bürcünün ən parlaq ulduzu qütb ulduzudur. Yəni Polaris əslində böyük ay deyil də kiçik ay bürcünün olmalıdır. 5 də yanlışdır. Çayların müxtəlif mənsəb formalarına malik olma səbəblərindən biri də ayın yerə təsiridir. Bilirsiniz ki, yəni ayın cazibə qüvvəsi yerdə qabarma çəkilmə hadisələrinə səbəb olur. Güclü qabarma çəkilmə dalğalar ki var, çayın gətirdiyi suları yuyub aparır. Estuari formalı mənsəblər yaradır. Amma qabarma zəif olan yerlərdə isə biz deltanın yarandığını görürük. Ona görə də bu doğrudur. Yəni 1, 4, 6 sualın doğru cavabıdır. 30'a baxırıq. Hansı Avropa ölkəsində dəmir filizi hasilatı polad istehsalından daha çoxdur? Ümumiyyətlə Avropada dəmir filizinə görə İsveç fərqlənir. Yatağın adı da Kirunədir. 31'ə baxırıq. 31. Verilmiş əlamətlərin aid olduğu ölkə üçün uyğun gələn xüsusiyyətləri müəyyən edin. Tropik xətti ilə kəsişir, sahillərini iki okean suları yuyur. Afroaziya. Afroaziya deyərkən Şimali Afrikada tropik xəttin kəsdiyi və iki okean suları ilə yuyulan Misiriyada düşür. Həm Atlantik okean, həm Hind okean, həm də iki işıqlanmada yerləşir. Plus Avropa, Asiya dil ailəsinə mənsubdur. İndi oxuyaq. Biri. Bir qərb sərhədləri əsasən meridian xətti, cənub sərhədləri paralel xətti boyunca təşkil olunub. Bu ifadə doğrudur. Bəli. İsrail və İordaniya ilə quru sərhədi. İordaniya ilə quru sərhədi yoxdur deyə 2-ni çıxırıq. Ağ Nil və Mavi Nil çaylarının birləşdiyi ərazidə nəhəng Assuan su anbarı. Ağ Nil, Mavi Nil birləşdiyi ərazi Sudandır. Misir deyil. Ona görə 3-də yanlışdır. OPEC təşkilatına üzvdür. Xeyr. Şimali Afrikada OPEC-ə üzv olan Liviya və Əlcəzairdir. 4-də çıxırıq. Unitar ərazi quruluşu. Bilirik ki, Şimali Afrikada federativ yoxdur. Bütün ölkələri unitardır. 5 doğru olacaq. Əhalisi əsasən ölkənin şimali hissəsində məskunlaşmışdır. Bəli, Aralıq dənizi sahillərində, Nil çayı hövzəsində əhali daha çox, yəni sıx məskunlaşır. 1, 5, 6 sualın doğru cavabıdır D variantı. Sonra 32. Burada Kanada təsvir edilmişdir. Xüsusiyyətləri seçirik. Hansı aiddir deyə. Əhali və təsərrüfat sahələri əsasən ölkənin cənub sərhədi boyu cəmlənmişdir. Çünki şimalı soyuqdur, daimi donuşluqdur. Ona görə də 1 doğrudur. Neytral ölkə olub, xeyr. Kanada neytral deyil, həm də hərbi bloka deyil, daxil deyil. Hərbi təşkilat NATO-ya üzvdür Kanada. 2 yanlış olacaq. 2 rəsmi dövlət dili var, bəli. Həm də ki, dil qruplarında da biz demişdik ki, Kanada həm Roman, həm də German dil qrupuna aiddir. Qeydli üzvdür, amma BMT-nin daimi üzvü deyir. Xeyr, ABŞ ola bilər BMT-nin daimi üzvü, amma Kanada deyil. Mülayim dəniz iqlim tipi var Kanadada, Labrador yarımadasının cənub hissəsində. Yəni buradan doğru cavabları seçirik. 1, 3, 5 olacaq B variantı. Bir də deyir ki, 7 və 14-cü saat qurşaqlarında yerləşir. 7-ci saat qurşağı şərq yarımkürəsində yerləşən saat qurşağıdır. Axı Kanada qərb yarımkürəsində yerləşən dövlətdir. Ona görə də 6 yanlışdır.
33. Əlincəçay, Gilançay, Naxçıvançay və Arpaçayın mənsəbləri. Əlincəçay Culfa ərazisindən keçir, elə mənsəb Culfa olacaq. Gilançay Naxçıvanda yeganə buzlarla qidalanan çay Ordubad ərazisindən. Naxçıvançay Şahbuzdan başlayır, amma mənsəb Babək olacaq. Arpaçay da Şərurdan keçir. A variantı. 34-ə baxırıq. Xəritə sxemə əsasən əhalisinin sayı 100 min nəfərdən az olan rayonları seçək. Ümumiyyətlə 100 mindən çox olanlar, məsələn, Zaqataladır, Şəkidir, Tovuzdur, Qazaxdır, Xaçmazdır, Qubadır, Yevlax, Ağdam, Şəmkir, Salyan, Füzuli, Goranboy, Gədəbə, yəni demək olar. İndi burada 1-də Zaqataladır, 2-də Ağstafa, 3-də olacaq Şabran, burada olacaq Salyan, Füzuli, Xocalı. Burada məsələn Azərbaycanda 200 min nəfərdən çox olan əhali, yəni rayonlar olacaq. Məsələn, Cəliləbad, Lənkəran, Masallı 200 min nəfərdən çoxdur deyə bilərik. Amma az olanlar, məsələn, burada Ağstafada az olar, Şabranda az olar, bir də Xocalıda az olar. Aşağıdakı xüsusiyyətlər hansı iqtisadi rayona aiddir? 2 xarici ölkə ilə həmsərhəddir, ərazisi 2 tektonik zonada yerləşir, 3 fiziki coğrafi rayona bölünür, yağıntıları bərabər paylanan mülayim isti iqlim yarımtipinə rast gəlinmir. Naxçıvanda 3 fiziki coğrafi rayon deyə bilmərik, çıxırıq. Sonra deyir yağıntıları bərabər paylanan mülayim isti iqlim yoxdur. Axı Şəki Zaqatala da var, ona görə B-ni çıxırıq, C-ni çıxırıq. Naxçıvanı çıxdıq, yerdə qalır Qazax, Tovuz və Gəncə Daşkəsən. Həqiqətən də Gəncə Daşkəsən, Qazax, Tovuz 3 fiziki coğrafi rayon. Yağıntıları bərabər paylanan mülayim isti iqlim də yoxdur. 2 tektonik zonada yerləşirlər. Kürə də düşürlər, Kiçik Qafqaza da düşürlər. Bir də 2 xarici ölkə ilə həmsərhəddir. Gəncə Daşkəsən, Qazax, Tovuz. Qazax, Tovuzun həm Gürcüstanla, həm də ki Ermənistanla sərhəddə olan 3 inzibati rayonu var. Qazax, Ağstafa, Tovuz olacaq. Gəncə Daşkəsəndə Daşkəsəni, bir də Samuxu götürmək olar. Xarici ölkə ilə, yəni sərhəd rayonlar kimi. 36-ya baxırıq. Verilmiş xüsusiyyətlər xəritə sxemində rəqəmlərlə göstərilmiş hansı 2 ölkəyə aiddir? Əhalisinin sayı 10 milyon nəfərdən aşağıdır. Biz həmən Qazaxıstanı, Özbəkistanı çıxarıq. Mərkəzi Asiyada zaten əhalisinin sayına görə fərqlənən Özbəkistan. Ən çox əhali orada olacaq. Qazaxıstanda da əhali çoxdur, çıxırıq. Yerdə qalır Türkmənistan və Qırğızistan. Sonra əhalisi Hind-Avropa dil ailəsinə mənsub olan ölkə ilə həmsərhəddir. Məsələn, orada İran da həmçinin Hind-Avropa dil ailəsinə aiddir. İran dil qrupuna. Sonra var Əfqanistan, o da İran dil qrupuna aiddir. Sonra Taciklər, onlar Mərkəzi Asiyada türk deyirlər. Hind-Avropanın İran dil qrupuna aiddir. Yəni bu ölkələrin hər ikisi, yəni istər Türkmənistan, istər Qırğızistan, İran, yəni Hind-Avropa dil ailəsinə mənsub olan İran qrupuna aid olan ölkələrlə sərhəddə yerləşir. Qoyunçuluq da hər ikisində inkişaf edir. Ümumiyyətlə Türk dövlətlərində qoyunçuluq yaxşı inkişaf edir. Yəni sualın doğru cavabı 3 və 4 olacaq, D variantı. 37-yə baxırıq. 16-cı saat qurşağı ilə 6-cı saat qurşağının oxşar cəhətlərini müəyyən edin. İlk öncə biz 16-cı saat qurşağını tapaq. 24-dən 16 çıxırıq 8, vururuq 15-ə 120 dərəcə qərb uzunluğu. 6-nı da 15-ə vurub 90 dərəcə şərq uzunluğunu tapırıq. Deyir 3 yarımkürədə yerləşir. Bilirik ki biz 0-24 və 12-ci saat qurşaqları 0 ilə 24 eynidir. 4 yarımkürədə yerləşirlər. Qalan nə qədər yerdə saat qurşaqları varsa onlar 3 yarımkürədə yerləşir. 1 doğru olacaq. Bu qurşaqlarda Atlantik okeanı yerləşir. Bilirik ki 120 dərəcə qərb uzunluğu Atlantikə düşməyəcək. ABŞ Kanadadan keçdiyi üçün elə bil şimal buzlu okean, bir də sakit okean olacaq. Amma 90 dərəcə şərq uzunluğu isə Hind okeanından keçir, şimal buzlu okeandan keçir. Yəni Atlantik okean olmaz. Eyni meridian çevrəsi üzərində yerləşir. Eyni meridian çevrəsi üzərində yerləşməsi üçün uzunluq cəmi 180 dərəcə olmalıdır. 120 dərəcə qərblə 90 şərqi toplasaq, yəni 180 dərəcə etmir, 210 dərəcə edir. Yəni onlar eyni meridian çevrəsini tamamlamır. Daha sonra bu qurşaqlarda yalnız 2 materik yerləşir. Bu ifadə doğrudur. Niyə 2 materik? 120 dərəcə qərb uzunluğu Antarktida və Şimali Amerika materikindən keçir. Və 90 dərəcə şərq uzunluğu da Avrasiya materikindən, bir də Antarktida materiki. Bilirsiniz də bütün meridianlar Antarktida materikində qütblərdə birləşirlər. Təbii ki, Antarktida materiki də
olacaq. Yəni amma ayrı-ayrılıqda yəni uzunluqda hər ikisi ayrı-ayrılıqda 2 materikdən keçmiş olur. 4 də doğrudur. 1 də doğrudur. Bir də 5 doğru olacaq. Nəyə görə 5? 23-cü saat qurşağı ilə aralarında vaxt fərqi eynidir. 23-cü saat qurşağı 15 dərəcə qərb uzunluğu edir. Niyə? 23, yəni 24-dən 23 çıxanda 1, biri 15-ə vuranda 15 qərb edir. Siz 90 şərq ilə 15 qərbi toplasanız da 105 alacaqsınız. 120 qərb ilə, çünki biri şərq, biri qərb olduğuna görə toplayırsınız. İndi burada siz 15 qərb almısınızsa, 120 qərblə çıxmalısınız da. Çünki eynidir. Yəni olacaq 105. Gördüyünüz kimi hər ikisində vaxt fərqi 15 dərəcə qərb uzunluğu ilə eynidir. B variantı olacaq. 38-ə baxırıq. 4 inzibati rayon, 4 şəhər olan. Təbii ki, Azərbaycanda 14 iqtisadi coğrafi rayondan 4 rayon, 4 şəhəri olan 2 iqtisadi rayon var. Biri Dağlıq Şirvandır, biri də Milmuğandır. Yəni 4 ilə 6 harda var? Təbii ki, yalnız Y variantında var. İndi xüsusiyyətləri oxuyaq. Yəni Dağlıq Şirvan və Milmuğan üçün. Pambıq əkinləri, taxıl əkinləri mövcuddur, doğrudur. Qoyunçuluq yaxşı inkişaf edib. Bir də Mingəçevir su anbarından başlayan suvarma kanalı keçir. Biri yuxarı Qarabağ olar, biri də yuxarı Şirvan olacaq. 39-a baxırıq. FAO təşkilatının əsas fəaliyyət istiqamətlərinə aid deyil. FAO təşkilatında acılığın ləğvi var, aqrar sənaye rayonlarının inkişafına və kənd təsərrüfatı əhalisinin həyat şəraitini yaxşılaşdırmasına kömək var, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və bölgüsünün düzgün aparılması var, plus ərzaq, kənd təsərrüfatı, balıqçılıq məhsullarının istehsalı, emalı və bölüşdürülməsinin düzgün aparılması var, amma tullantıların utilizasiyası yoxdur. A variantı. 40-a baxırıq. Doğru olmayan fikirləri müəyyən edin. Ölkəmizin iqtisadi rayonlarının sayı fiziki coğrafi rayonların sayından çoxdur. İqtisadi rayonların sayı 14-dür, fiziki coğrafi rayonların sayı 19-dur. Təbii ki, fiziki coğrafi rayonların sayı üstün olacaq. Amma burada deyil, iqtisadi rayonların sayı daha çoxdur. Ona görə bir yanlışı, bizə də yanlış lazımdır. Sonra Sərsəng su anbarının suvarma fəaliyyətinin bərpa edilməsi Qazax Tovuz iqtisadi rayonu. Sərsəng su anbarı, təbii ki, su qovuşandır, Sərsəngdir. Bunlar Qarabağ, Ağdərədə yerləşirlər. Təbii ki, Qarabağ iqtisadi coğrafi rayonu üçün əlverişli olar. Yəni 2 yəni yanlışdır. Qazax Tovuz üçün olmaz. Yəni əhəmiyyət kəsb eləməz. 3-ə baxaq. Cəbrayıl inzibati rayonunun işğaldan azad edilməsi qara metallurgiyanın xam malı ilə təminatını xeyli yaxşılaşdırır. Qara metallurgiya deyərkən dəmir filizi deyərkən Daşkəsən yada düşür ki, o da Gəncə Daşkəsən iqtisadi coğrafi rayonu. 3 də yanlışdır. Sonra Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında beynəlxalq hava limanları fəaliyyət göstərir. Təbii ki, Qarabağda Füzuli, Şərqi Zəngəzurda Zəngilanın adını çəkə bilərik. 5. Toğanalı Kəlbəcər İstisu avtomobil yolu Şərqi Zəngəzur və Gəncə Daşkəsən iqtisadi rayonunu birləşdirir. Siz buradan Kəlbəcər İstisudan bilirsiniz ki, bu Şərqi Zəngəzura aiddir. Toğanalı isə Göygölün bir kəndidir. Göygöl də Gəncə Daşkəsənə aiddir. Deməli, bu da doğru olacaq. Ölkəmizin bir neçə iqtisadi rayonunda düyü çəltik becərilir. Bəli, Lənkəran Astrada da var, Şəki Zaqatalada, Mərkəzi Aranda da həmçinin düyü əkinləri, yəni çəltik düyü becərilir. Ona görə də yanlışı istədiyinə görə bizdən 1-2-3 sualın doğru cavabıdır. Nəhayət, sınaq 7-nin 40 sualını izah etdik. Növbəti sınaq izahı 8 olacaq. Sağlaşıram sizlə. Əgər bəyəndinizsə kanala abunə olmağı, bəyənməyi və fikirlərinizi yazmağı unutmayın. Sağ olun.